Səhnədə qürura yer yoxdur. Çünki Yox, elə sənətkar şəxsiyyətli qürurlu olmalıdır. ay, Bəli. insanlara çox gec güvənməyimə səbəb O insan bəzən qarşındakı insanı özünə bənzədir. Çox təəssüflər olsun ki, o bəzən hel olmur da. Əksi olur. Əksi Ona olur. görə. bu həyatda qazandığın və itirdiyin Qazandığım çox şeylər olub, itirdiyim təbii ki, əzizlərim olubdur. Allah hər birinə qəni-qəni rəhmət eləsin. Anamın sənətə gəlməyimə kəskin şəkildə narazı olmağına səbəb Anamı yox, deyərdim ki, qardaşlarım icazə vermirdi. Anamın özünün səsi olubdu. Amma qardaşlarım icazə vermirdi gəlməyə. amma bu narazılığı necə əvvəldən götürdünüz? Uzun bir... Çox uzun. İstedadı görüb yəqin ki, sonra daha demin. Təsəvvür eləyin ki, mən energetika texnikumu qutarandan sonra ASFC-nalıya vermək istəyirdim. Qoymurdular evdə. Apardılar məni böyük ortancı qardaşım Ukraynaya ki, imtahanların vaxtı keçsin də. Aa, O vaxtı da onu qeyd edeyim ki, biraz imtahanlar uzandı, avqustda düşdü. Gəldim elə gördüm ki, imtahanlar verilməyib, dokumentlərimi yığdım, getdim. Yox, ASFC-nalılardı. Hə. Bəli, belə oldu. Bəli. 15 il öncəki nəzakətlə indiki nəzakət arasındakı fərq Fərq ondan irəli ki, gəldi ki, puxtələşmişik, necə deyərlər, həm özümüzü tanımağa başlamışıq, xarakter olaraq, sənətdə puxtələşmişik. Həmişə də deyərdim ki, mən çox insanlarla ünsiyyət saxlayan bir adam deyiləm. bilirik. Yəni mənim ətrafımdakı adamlar 30 ilin, 35 ilin insanlarıdır ki, yanımdadır. Bizim redaktorumuz Aytac Vəlibəyli mənim biraz çətinə salıb, cümləni tamamla rubrikasına yazıb. Könlüm açılır zülfü pərişanını görəcək. Nitqim Nitqim tutulur, Gönçəyi xəndanını görəcək. Leylini bildik. Bəli. Bəs Nəzakət Teymurova könlünün açıldığı, nitqinin tutulduğu ana necə xatırlayır? Valla hər bir qadında o nitqidə tutulan vaxt olur, könlü də açılan vaxt olur. Bu həyatdır, həyat tərzidir. Yəni hər bir xanım Heç kim heç də sığortalar. bəli, Həqiqətdə də elədir. bəli. Tamamlanmadı, yarımçı qaldısa davam eləyim. Yəni dedim ki, hər bir xanım, yəni onu qeyd edeyim ki, nitqi də tutulur. Tək xanım yoxdur, ümumiyyətlə. Bizim nitqimiz tutulmağına Vaxtından keçir. Bəli, vaxtından Yox, hara keçir. keç. Bəli. Ümumiyyətlə hər kəsdə olur. Tək Bəli. qadınlara aid deyil. İnsanların nitqinin Bəli. tutulduğu vaxt olur və o anı insan heç bir zaman unutmur. Bəli. Oradan etkin. Üzüm gülsə də gözlərimin dərinliyindəki kədərin səbəbi Bu səbəbi mənim qəlbimdədir, mənim gözlərimdədir. Onu tamaşaçılara mən heç vaxt yansıtmamışam ona görə. amma bəzən hiss eləyirik sizi. Mən öz adımdan danışıram. Bəli. Bəlkə sizə qarşı, sizin sənətinizə qarşı olan sevgidən irəli gəlir. O gözünüzdəki kədərin səbəbini bəzən düşünürəm, cavabını bilmək istəyirəm. Zaur, ümumiyyətlə deyərdiniz? bu bir şey deyil. Mən belə örtülü danışacağam. Buyurun. Onu qeyd edeyim Örtülü ki. bazar dostluq pozur. Yox. Bəzən hər sözdə demək olmaz. Hər sözdə Söhbət deyim, edirəm, təbii əlbəttə ki. ki. Hər bir Allah Taala hər kəsə hər şey vermir. Onu mən qeyd edeyim. Kim nəsə gözəl səs verir, kim nəsə gözəl ailə verir, kim o qədər istedad verir ki, baxırsan ki 50-50-yədir. Hər kəs elə bir Allah Taala bir tərəzi qoyubdu. Hər kəsə hər bir şeydən azacıq da olsa o adama verir. Tamlığından insanlar belə danışdıqlarına baxma, belə hər kəs xoşbəxt bir şey. Mükəmməl heç nə yox. Mükəmməl təbii ki. Bəs Nəzakət xanım xoşbəxtdirmi?
Xoşbəxtəm ki, balam var, ailəm yanımdadır. Xoşbəxt an məsələsidir. Mən Anlar fikirləşirəm olur, bəli. ki, Xoşbəxtəm ki, səhnədəyəm, işim var, gücüm o var. kədərli gözlər yorğunçuluqdan da ola Heyf bilər. müəllim dayanmadı, bax. Bəli. Demək elə. Bəli. Yox, məndə də görsən yorğunçuluqdan hiss Çökür olunur adam, ki, bu bəli. demək deyil mən kədərliyəm, amma yorğun Bax oluram. deyirsən Allah insanlara bir şey verir, bir şeydən biraz verir və yaxud da vermir. Bəli, Səhnədəsiz, Respublikanın xalq artistisiz, bəli. gözəl səsiniz, sizi sevən sənət yoldaşlarınız, sizi sevən tamaşaçılar, xalq. Bəli. Allah sizdən nəyi alıb, nəyi vermir? Onu mən qeyd elədim də bayaq. Üstörtülü şəkildə. Üstörtülü şəkildə dedim ki, o kədər, qəm mənim öz qəlbimdə, öz ruhumda, öz cismimdə gəzdiyim şeydir. Olanımıza min şükür. Min şükür. Olanımıza Min şükürlər şükür olsun. ki, bax bu gün burdayıq. Fəaliyyətimiz var. Bəli. Səsimiz üstümüzdədir. Canımız sağdır. Hər səhər duranda mən Allahla öz necə rabitəm Söhbətinizi var. edirsiniz, Bəli. O şeyləri mən Allahla danışıram ki, Allah çox şükür ki, ailəm, istədiklərim insanlar yanımdadır. Şükür bu günümüzə, şükür hər şeyə görə. Min şükür. Şükürlər olsun. Bax, Deyib mənim də gözəl vurğuladı. Həyatda xoşbəxt ola bilməz ki, bütünlüklə insan. Bəli. Anlar var. Tamam, anlar bilirik, olur. Bəs Nəzakət xanımın həyatının ən çətini, ən ağır anı nə vaxt oldu? Ən ağır anlarımız təbii ki, bizim qaçqınlıq dövrümüzə düşdüyümüz illərimiz olubdur. Hər belə xəyanda o qaçqınçılığı çəkən sakinlərdən olubdur. Yəni o dövr bizim üçün çox acınacaqlı. Birdən-birə görürsən ki, heç nəyin yoxdur. Qalırsan elə bir tənha, Bəli. hər şeydən qalırsan belə də aciz. Aciz. Onda acizlik olanda mən heç özümə yer tapa bilmirəm. Bir şeyə ki, gücüm çatmır, onda o qədər özümlə mən mübarizə aparıram. Niyə belə olmalıydı, belə oldu. Amma bu bizdən asılı olan şeylər idi. Ona görə bu günümüzə şükür, min şükür, o Bəli. torpaqlara gedirik. O torpaqlarda konsert veririk. İnşallah günü-gündən abadlaşır İnkişaf edir, torpaqlarımız. Sonuncu cümləni tamamla gəlir. Atamdan sonra mən Atamdan sonra atamı 6-cı sinifdə itirmişəm, amma atamın xatirələri qalıbdı. O da mənim üçün çox əzizdir. Uşaqlığım mənim üçün çox əzizdir. Ona görə ki, o torpağımızda, Qarabağda, Ağdamda keçirdiyim hər bir an mənim üçün çox əziz və duyğulu hisslərdir mənim üçün. Allah qəni-qəni rəhmət eləsin.